Çox qorxurdum, çünki 21 yaşım var, mən hərbi xidmət təzə gəlmişəm və işdən ayrılmışam, Hyundai'da işləyirdim, maaş alırdım, indi maaşsızam və nətər olacaq? Bütün şirkətlərə zəng edirdim. İnanın ki, o vaxt indi Instagram filan da çox məşhurdur, ümumiyyətlə deyəsən yox idi. Yellow Pages belə bir, yəni ki, bilirsiniz o şirkətlərin kataloqu, bir də Compass deyilən bir şirkət kataloqu var idi. Mən onu qoyurdum qabağıma, nə qədər şirkət kataloqu tapırdım, başlayırdım zəng eləməyə. Özümə plan qurmuşdum ki, gündə 100 dənə adamla zəng eləməliyəm, onun bir 15-20-sindən görüş almalıyam, getməliyəm, görüşməliyəm və s. və ilə axır. Görürdüm ki, okey, zənglər daxil olur. Canan məndən sifariş elədi, tamam, mən indi Cananın bu adamın sifarişini gətirirəm. Bəs bundan sonrası necə olacaq? Kredit götürmüşəm, kredit ödəməliyəm və s. Mənim yadımdadır ki, mən birinci ili dediyim şirkətə bir xeyli soyuducu cihaz satdım. Yay ayları idi. Çünki Azərbaycanda yox idi. Çünki əl əməyi üsulu bir soyuducu cihaz istehsal edirlər. Şirkətin düşünün də həm müdürü özüməm, işçisi də özüməm, qonağı qəbul edən də özüməm, telefonla zəng edən də özüməm. Hər bir şey özüməm. Şirkətin bütün müdüründən fəhləsinə qədər hamısını özüm edirəm. Amma yenə də deyirəm, bu işi mən həqiqətən bilirləri bir işin aşığı, mən bu işin aşığıyam, soyutmanın aşığı adamam. Mənim yadımdadır, mənim ilk kompüterim var idi. Bir dostumdan almışdım. Dostum da mənə onu nisiyə vermişdi, pul da almamışdı. Buradan da ona salamlarımı çatdırıram. Ramil dadı. O mənə verəndə kompakt kompüterlər var idi, siz də bilərsiniz. Bunların deməli prosesorlar altında olurdu və heç Pentium 1 də 4. Yəni demək olar ki, knopkanı basırdım, 1-2 saatdan sonra gəlirdim, gördüm ki, bir səhifə açılıb. Onu mən indi də saxlayıram. Mən ona baxanda həmişə fikirləşirəm ki, biz hardan gəlirik, hara gedirik və necə gəlmişik, necə gedirik. Bunlar mənim üçün çox önəmli həyatımda deməli elementlərdir. Ondan sonra biz həmin o kompüterlə, dediyim o kompüterlə başladıq zənglə eləməyə, müştərilərlə getməyə, görüşməyə və bundan sonra bir neçə şirkətlə başladıq işləməyə. Artıq biz görürük ki, biz soyuducunu indi satmağa başlayırıq o müştərilər, amma bu soyuducu bilinir ki, kuzova bağlanır. Yəni bu soyuducunu hansısa bir kameraya bağlamalısan, maşına bağlamalısan. Biz də onun maşın yığmırıq. Bizim heç bir şeyimiz yoxdur. Heç şurup belə bilmirik, necə olur, necə almaq, hardan alaq, əl alətləri və s. Məsələn, müştərilərin biri dedi ki, bizə kuzov yığarsan, dedim yığaram. Amma halbuki mən bilmirəm bunu, necə eləmək lazımdır. Bizim həmin o dostumuzun deməli atası, mən dedim, getdim o yanına, necə eləyək, usta, biz bunu nətər öyrənək, necə öyrənək bunu. Dedi ki, tamam, mən sənə öyrədərəm. Çox istehsal yerləri gəzdim, sexlər filan. Hər sexdən bir şey öyrəndim. Necə eləmək lazımdır, nə bilim, bunun raması necə olur, dəmir hissəsi, qaynaq işləri və s. Amma eyni zamanda da atam da mühəndis olduğuna görə bu işləri mən görmüşəm. Neyi necə elədiyini bilirəm təxmini olaraq. Və başladıq özümüz eləməyə. Biraz atam kömək elədi, biraz özüm baxdım. Biz artıq ortaya bir şey çıxartdıq. Gördük ki, biz o kuzu yığmağa başlayırıq. Biz başladıq kuzu təklif verməyə insanlara. Quru kuzu və soyuducu kuzu artıq. Sonra baxdıq ki, bu artıq qurumsallaşmalıdır. Başladıq bunu, çünki şirkətlər ödəməyinə istəyirlər, rəsmi qaydada və s. Artıq baxdıq ki, bu artıq daha biraz rəsmi formaya keçməlidir. Biz İlham Bədəlov adına mən vəyin açdım.